Əgər siz ximioterapiya alırsınızsa, çox hallarda leykositlər düşür. Leykositlər bizim immun sistemimizi ximioterapiya vuran kimi immun sistemi qırılır, leykositlər elə məhv olur, gedir. Onun üçün də ximioterapiyadan sonra bizə qola vurmaq üçün iynə təyin edirlər ki, leykositlər qalxsın. Ümumiyyətlə ximioterapiya sümük iliyinə çox pis təsir edir. Burada leykositlər də düşür, hemoqlobin də düşür, hamısı düşür. Ona görə biz onu yüksək səviyyədə saxlayırıq. Ümumiyyətlə, ximioterapiya alan insanlar özlərini qorumalıdırlar. Onlar elə hər şeydə həkimin üzərinə atmalı deyirlər. Özümüz də nəsə eləməliyik biz. Məsələn üçün, müalicə ilə yanaşı olaraq siz bunu eləyə bilərsiniz. Mən məsləhət görürəm. Çox insanlara tövsiyə eləmişəm. Gözəl də fayda görüblər. Leykositlərin həm yuxarı olmasında, həm də aşağı olmasında gözəl fayda verir, cəmləşdirir, stabil saxlayır. Həm də ki, qanımızı da artırır bu bizim. Ümumiyyətlə, ximiya alan insanlara tövsiyə edirəm, düzəldin, inşallah bundan istifadə edin. İndi məhsulları da sizə göstəreyim. 1 kiloqram baldır, 50 qram utindidir, 50 qram çörək otu həbəşdir, 50 qram qara küncütdür, 100 qram güləmdir, 20 qram təzə zəncəfildir, üldürmüşdür. Demək, 20 qram da arı südüdür. Hamısını da düzəldim, sizə göstərim inşallah. Balı ilk öncə yaxşı olar ki, tünd ballardan istifadə edin. Mən hər zaman istifadə edədiyim bal meşə balıdır. Çünki tərkibi çox zəngindir. Gözəl də qan artırır. Həm meşə balı, həm də şabalıd balı. Tünd ballar. Mən bundan istifadə edirəm, tövsiyə edirəm. İndi məsləhət sizindir. Balı əlavə edirik. Sonra 50 qram utindi tozu, 50 qram çörək otu həbəş, 50 qram qara küncüt. Qara küncütü ona görə əlavə edirəm ki, qara küncüt qanı, dəmiri, feritini gözəl artırır. 100 qram güləm. 100 qram güləm. Demək, 20 qram da zəncəfil. Zəncəfili yəni 50 qram da eləyə bilərsiniz. Prosta çox olanda acı olur. Yemək olmur. Ona görə məsləhət görürəm ki, elə siz bunu 20 qram eləyəsiniz. Bunu birinci qəşəng qarışdırırıq. Sonunda da istifadə qaydasını deyəcəm sizə. İstifadə qaydası da belədir ki, demək, səhər, günorta, axşam yeməkdən 1 saat qabaq 1 çay qaşığı qəbul edirsiniz. Bir də mütləq bunu xaladenikdə saxlayın, dondurucuda yox, yəni aşağıda sərin olan yerdə. Çünki burada arı südü var. Arı südü mütləq xaladenikdə qalmalıdır, yoxsa o keyfiyyətini itirəcək. Bunu yaxşı qarışdırdıqdan sonra tam qarışandan sonra artıq bura arı südlərini əlavə edirik. Heç olmasa yəni 20 qram əlavə edin. Arı südü çox gözəl immun sistemini artırır, bədəni qüvvətləndirir. Əsas da leykositləri qaydasına salır və bütövlükdə bədənə fayda verir. Və bunu sonda gözəl bir də qarışdırırıq. Bankaya edib qoyuruq xaladenikə. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Belə, mən sizə Allah üçün hər şeyi göstərdim burada, açıq olar. Bir də yaxından da göstər. Bax, belə bir məzun olur. Allah üçün göstərdim. Sizdən də xahişim olur ki, videonu bəyənlə paylaşın ki, insanların qarşısına çıxsın.
İndi kim düzəldə bilməsə, məhsullardan tapa bilməsə, düzəldə bilməsə, o insanlar müraciət edər, səhifəmizdə nömrə var. Düzəldib verərik. Amma belə mən göstərdim, məhsulları da göstərdim. Demək, çörəyotu da üyüdülür, güləm də üyüdülür, hamısı bunlar. Bir də küncüt, qara küncüt üyüdülür, hamısı bir-birinə qarışdırılır. Elə əvvəldən dediyim kimi. Və bunu onkoloji xəstələr rahatlıqla istifadə edə bilər, həm də ki, immun sistemi şişlərə də çox gözəl. Çünki burada zəncəfil. Yəni dünya bilir ki, zəncəfildir, çörəyotudur, utindidir. Bunlar hamısı onkoloji xəstəlikdə, törəmələr, şişlər üzərində mükəmməl fayda verir. Belə, sağ olun, var olun. İstəsəz bura biraz da sarkök əlavə edə bilərsiniz, amma sarkökün ekstraktın, o da onkoloji xəstəlikdə mükəmməl fayda verir. Belə, sağ olun, var olun.